Göygöl rayonunda toyda qonaqlar arasında yaranan mübahisə cinayət nəticələnib. Hadisə 9 yanvar 2024-cü ildə Göygöl rayonu Xəqani küçəsində yerləşən Sərin Şadlıq Sarayında baş verib. Şəmkir rayon sakini 2007-ci il təvəllüdlü Ruslan Şadlıq evində qohumu üçün təşkil edilmiş toy məclisində olan zaman Şadlıq Sarayının digər zalında təşkil edilmiş toyda qonaq qismində iştirak edən və həmin toyda itirdiyi qızıl boyunbağını axtarmaq üçün gəlmiş 2009-cu il təvəllüdlü İsmaila onun güya qadın qohumlarına baxmasını bildirib, ünvanına nalayiq ifadələr işlədib. Bu zaman İsmail ona heç kimə baxmadığını, itmiş əşyanı axtardığını bildirməsinə baxmayaraq, saat 19 radələrində onu restoranın qarşısına çağırıb, heç bir əsaslı səbəb olmadan özünü cinayətkar aləmin Şəmkir rayonundan olan nüfuzlu şəxsinin yaxını olduğunu bildirib, bu vaxt Ruslan İsmailı doğması olan qardaşı və qohumu olan yetkinin yaşına çatmayan 2011-ci il təvəllüdlü Eltacın gözü qarşısında yumruq və zərbələri ilə vurub, ona müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 126.3 xüsusi amansızlıqla, o cümlədən zərər çəkmiş şəxsə ağır istirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməkçi vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma, 126.2.4 ümumi təhlükəli üsulla xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, 221.1 xulqanlıq maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan, Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə günü Göygöl rayonu Xəqani kəndində yerləşən Sərin adlı restoranda toy məclisində olub. Anamgil çölə çıxan zaman olduğumuz zala 3 nəfər kənar şəxs daxil oldu. Onlara burada nə etmələrini soruşanda sep axtardıqlarını dedilər. Onlara itmiş sepiniz bizim olduğumuz zalda nə gəzir dedim. Ruslan qolumdan tutaraq məni həyətə çıxartdı. Həyətdə gözləməyi, bir neçə dəqiqə sonra gələcəyini dedi. Ayağımdan yaralı olduğum üçün gözləyə bilmədim. Restorana qaydanda Ruslanın kiçik qardaşı məni çağırdı və İsmailin onu gözlədiyini dedi. Həyətə çıxanda ağacın altında əlavə 4-5 nəfər uşaq olduğunu gördüm. Həmin vaxt İsmailin qohumu olan oğlan əlini çiynimə qoyaraq İsmailin normal olmadığını, onunla dalaşmamağı dedi. Özü isə ayağının yaralı olduğunu söylədi. İsmail bunu eşidərək mənə dəli deyirsən deyərək üstümə yürüdü. İsmaili özümdən itələdim, uşaqlarla birlikdə işıq dirəyinin yanına getdik. İsmail üstümə gələrək mənə təpik atanda geri çəkildim. İsmailin ayağı boşa çıxdı, sürüşərək işıq dirəyinə dəydi. İsmaili yerdən qaldırmağa çalışanda burnundan qan axdığını gördüm. İsmail özü olanları atasına deməməyi xahiş etdi. Üzünü yusalıqda qanı dayanmadı. İsmailin atasının yanına aparanda atası ondan nə olduğunu soruşdu. İsmailin yıxılmasını dedilər. Atası dərhal İsmaili qucağına alaraq maşına qoydu və xəstəxanaya apardı. Mən toya qayıtdım, sonra isə evə getdim. Təxminən 10-15 dəqiqə sonra məni anam ilə polisə çağırdılar. Orada İsmail adlı oğlanı döydüyümü, anasının şikayət etdiyini dedilər. Mən isə heç kimi vurmadığımı dedim, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, toylar ayrı-ayrı zallarda keçirilib. İsmaili
İsmail'la yanında əmisi oğlu və qardaşı ilə bizim olduğumuz zala girdikləri vaxt anam ilə bacım zaldan çıxırdı. Onlara görərək zala gəlmələrinin səbəbini soruşdum. İsmaila heç bir xəsarət yetirmədim. İsmailin kiçik qardaşı məni çağıranda tək olub. Sonradan həyətdəki ağacın altında 4-5 nəfər uşaq görmüşəm. İsmaila heç bir xəsarət yetirməmişəm. İsmaili avtoritetliklə məşğul olmam, qaranlıq işlər görməm, baş verənləri atasına deyəcəyi təqdirdə onu bıçaqla vuracağım ilə hədələməm barədə dedikləri yalandır. İsmailin yanındakı uşaqlar onu aralayaraq işıq dirəyinin yanına aparıb. İsmail yenə də mənə yaxınlaşaraq təpik atan zaman geri çəkilmişəm. İsmail arxadakı işıq dirəyinə dəyib, işıq dirəyi tikanlı, sıxıntılı olub, günahım olmadığı üçün ədalətli qərar qəbul edilməsini xahiş edirəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş qismində ifadə verən İsmailin sözlərinə görə hadisə günü qohumunun toy məclisi olub, aralarındakı davanın başlanma səbəbi Ruslan olub. Mən iştirak etdiyim toy məclisinin saraya daxil olan zaman zalın qarşısında uşaqların nəsə axtardıqlarını gördüm. Uşaqlardan nə olduğunu soruşanda sepinin itdiyini axtardıqlarını dedilər. Bu yerdə sepi axtaran zaman Ruslan qarşımıza çıxdı. Nə etdiyimizi soruşdu. Ruslana uşağın sepini itdiyini, onu axtardığımızı dedim. Ruslan əlinə siqaret, yalan deyirsiniz, anamıza, bacımıza baxmağa gəlmisiniz dedi. Ruslana niyyətim olmadığını, itmiş sepi axtarmağa gəldiyimizi dedim. Ruslan məni kənara çəkərək ağıllı ol. Biz Şəmkirliyik, bizi polislər belə tanıyır dedi. Ruslana dalaşmaq istəmədiyimizi bildirdim. Ruslanın yanında tanımadığım oğlan gələndə Ruslan ona bizim anamıza, bacımıza baxmağa gəliblər dedi. Həmin vaxt Ruslan mənim başımı qoltuğunun altı əlindəki əşya ilə bir neçə dəfə üzümə vurdu. Ruslan məni vurduqdan sonra atama deməməyim üçün yalvardı. Uşaqlara atama deməmələrini dedim. Sonra atam məni xəstəxanaya apardı. Həkimlər mənə yardım göstərdilər deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, Ruslan onu kənara çəkərək işi olduğunu deyəndə yanındakı uşaqlar qardaşı gilə xəbər veriblər. Ruslan məni qardaşım Eltacın yanında döyüb, Ruslanın əlində nə olduğunu görməmişəm, əlindəki əşya ilə əvvəl başıma, daha sonra isə üz nahiyəmə müxtəlif xəsarətlər yetirib. Sepi sarayın həyətinə axtarmışam. Ümumiyyətlə, sarayın digər zalına girməmişəm. Əmim oğlu İbrahim mənim haqqımda Ruslana heç nə deməyib, dava vaxtı əmim oğlu İbrahim yanımda olmayıb deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Ruslan 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. Təqsirlənən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib, o məhkəmə iclas zalından həbs edilib. Zərər çəkmiş tərəfindən verilmiş mülki iddia qismən təmin edilib, mülki cavabdeh təqsirləndirilən şəxsdən dəymiş maddi ziyana görə 2000 manat, vurulmuş mənəvi zərərə görə isə 3000 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pul tutularaq mülki iddiaçı zərər çəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilib.